Başqa sual yoxdursa, çox sağ olun. Var ana. Burhan bəy, necə düşünürsünüz? Milli çempionatın səviyyəsi artıb yoxsa aşağı düşüb? Biz ümumiyyətlə düşmək barəsində düşünmürəm. Biz həmişə bəzən kənardan belə görünür, amma ümumiyyətcə ildən ilə həm insan faktoru dəyişir, həm ümumi fikirlər, həm elm dəyişir, elm daha düşünmədiyimiz dərəcədə inkişaf edir. Ona görə bəzi, belə deyək, ayrı-ayrılıqda individual planda bəlkə bəzi futbolçuların, bəzi komandaların futbolçuların performansı, səviyyəsi aşağı düşürsə, amma ümumi iş rejimi daha da çoxalır və bunu biz bütün oyunlar demək olar görmüşük və bizim üçün çox nadir oyunlar olub ki, biz rahat qalibiyyət əldə eləmişik. İstənilən oyunda bizim üçün çətinliklər yaranıb və buna görə yəni mən düşünmürəm ki, çempionat səviyyəsi aşağı düşür və sadəcə mən yenə qeyd edirəm ki, çempionatın səviyyəsi, oyunların keyfiyyəti o oyunlarda aşağı düşür, o da sürünə meydançalarda və o da əl-xüsusda gündüz saatlarında oynayanda. Ümumən belə bütün məşqlərimizi götürsək, elə bizim yerli məşqlərimiz nə qədər inkişaf edirlər. Çünki mən bunu oyunlarda bunu hiss edirəm. Hansı mənə qarşı oyunlar sistem qurulur, hansı tələblər futbolçulardan məşqlər tələb edirlər, hansı oyunu tələb edirlər ki, bizim üçün bizi pressingdən çıxmağa qoymurlar, bizə belə deyək, bizi əks hücumda daha çox, daha yaxşı yaxalayırlar. Bu il mənim üçün ümumiyyətcə çox faydalı bir il oldu düşünürəm, həm futbolçularım üçün, həm komanda olaraq və belə mən dediyim kimi hər bir məşqçinin, komandanın irəliləyişini görürəm, nəinki əksini. Çox sağ olun. Təşəkkürlər. Sağ olun.